Yeyək görək necə. Bunu yeməyən yeməsin. Son günlər keşfetimi alt üst edən bu turşudan mən də hazırlamaq istədim. Heç inanmazdım ki, bu qədər ləzzətli olar. İçliyi müsibət, tək formada da nuş edə bilərsiniz. Gecə hazırlanmasına kələmin zox hissəsini çıxarıb, kələm dolmasında olduğu kimi suda yüngülcə pörtürəm ki, yarpaqlarını rahatlıqla ayırım və bükę bilim. Ortasında qalan kiçik hissəni isə xırda-xırda doğrayıb içliyə qatıram. Digər ərzaqların da hamısını bitirdikdən sonra bir qaba alıram, bura duz əlavə edib gözlədirəm ki, suyu çıxsın. Kənarda isə marinə suyunu hazırlayıram. 250 ml suya 250 ml sirkə, bir dolu xörək qaşığı duz əlavə edirəm. 1-2 buğum qaynadıqdan sonra söndürüb soymasını gözləyirəm. Marinə suyunun içərisinə dənəvər istiot və dəfnə yarpağı da əlavə etməyi unutmayın. İçliyi də sıxdıqdan sonra kələm dolması formasında büküb bankalara yığıram. Sonda da bura şəkər tozu və salam. Ağzını öncəki günlər bərk sıxmağa ehtiyac yoxdur. Mütləq siz də hazırlayın, qışda süfrələrinizi bəzəyib bəhbəhlə nuş edin. Hazırlayın da. Növbəti mənə dua eləyəcəyiniz reseptlə gəlmişəm.